özü təqdim elə. Mən Şəkərli Mürid. Azərbaycan atletizm üzrə milli komanda üzvüyəm, atletiyəm. Bugünkü yarışda 3-cü yer tutdum. Yarış çox mükəmməl idi. Ona baxımdan çətin idi. Sprintdə tutdun da üçüncü. Evet. Yəni mən bildiyimə görə cəmi 1 ildir məşğul olursan. 5 ayda xizək sürməyi öyrənmişəm. 5 ayda. 5 ayda sürmüşəm xizək. Ümumiyyətlə bu komanda 1 il tam müddəti ilə. Təzəcə bu mənim ikinci sprint yarışımdır ki, xaricdə oldu. Yəni ki, dünya seviyəsində oldu. Və ikinci cəhddən 3-cü yer tutdun, yoxsa 5-ci yer? 5-ci. 5-ci. İkinci cəhddən 5-ci yer tutdun. 18-də. Sən bu özün hardansan? Sara. Mən Qusarlıyam. Sarayında səndən başqa bunun idman növündən məşğul olan var? Bəli, var. Bizim komandamızın çoxu özü, hamısı şeydən, atletlər, Qusardandır. Doğru. Sən nə məsləhət görərdin cavan uşaqlara? Niyə bu idman növündən məşğul olsun? Bu idman növündə çox şey var. Təbiəti görürsən, telefondan uzaqlaşırsan, ümumiyyətlə internetdən uzaqlaşırsan. Çoxsan dağlarda gəzirsən, idman edirsən, sağlamlıq idarlanırsan, yatırsan. Bu bədən üçün çox yaxşıdır. Yəni buna görə də buna məşğul olmaq lazımdır. Mən hər kəsə tövsiyə edirəm ki, təmiz hava əsas. Hər kəsə tövsiyə edirəm ki, inşallah hamısı idmanla məşğul olar. Çünki idman sağlamlıq hörmət. Oldu. Çox sağ ol. Sağ ol.